Salam, bugün düzbucaqlı və düzbucaqlı üçbucaqdan təşkil olunmuş fiqurların sahəsi mövzusunu izah eləyəcəm. Gəlin birinci başlayaq öyrənmək hissəsindən. Bəzi müstəvi fiqurların sahəsinin tapılması. Bəzi fiqurların sahəsi onları düzbucaqlıya və ya düzbucaqlı üçbucaqlara ayırmaqla, yaxud düzbucaqlara tamamlamaqla tapmaq olar. Məsələn, burada bizə bir düzbucaqlı trapesiya verib. Bunun bu tərəfi düzbucaqlıdır əgər buradan bölsək, bu tərəfi isə düzbucaqlı üçbucaqdır. Şəkildə də göstərildiyi kimi bunu iki yerə bölüblər. Bunu ayrılıqda düzbucaqlı kimi sahəsini tapıblar. Burada da üçbucaqlı kimi sahəsini tapıblar. Daha sonra da toplayıblar. Və yaxud da bu hissəyə axı biz belə bir xətt çəkib bunu böyük bir düzbucaqlıya, elə bil bu bizim kiçik düzbucaqlımızdır bu hissə. Bunu da adlandıraq böyük düzbucaqlı. Biz bura belə bir üçbucaq çəkməklə, buranı tamamlamaqla böyük düzbucaqlımızı əldə etmiş olaraq və ümumi sahəni tapdıqdan sonra və bu üçbucağın da sahəsini tapdıqdan sonra bir-birindən çıxa bilərik bunları. Yekunda yenə də ümumi sahəmizi almış olacağıq. Birinci üsula əsasən, deməli düzbucaqlının uzunluğu 6, eni 4 idi. Vurub bir-birinə 24 alıb düzbucaqlının sahəsini. Üçbucağın da sahəsinin düsturu nə idi? 2-də 1 A vurulsun B, 2-də 1 2 vurulsun 4 yazıb düstura əsasən və 4 alıb üçbucaqlının sahəsində. 24-ün də üzərinə 4 gəlib və ilkin cavab olaraq 28 alıb. Baxaq digər üsula. Deməli, şəkil çəkib və böyük düzbucaqlıya tamamlayıb bizim şəklimizi. Enimiz nədir? 4. Uzunluğumuz nədir? 6 üzərinə gəlsin 2, yəni 8. 4-ü vurub 8-ə 32. Bizim ümumi düzbucaqlımızın sahəsi S düzbucaqlı bərabərdir 32. Gəlin indi üçbucağı tapaq. A-mız nədir? 2. B-miz nədir? Buradan 4. Bu hissəyə paralel deyə düz xətt. Bilirik ki, bizim bu düz xəttimizdə 4 cm-dir. 2-də 1 AB düsturuna əsasən də bu üçbucağın sahəsini tapırıq. 2-də 1 vur 2 vur 4. 2-lər ixtisar gedir. 4 edir üçbucağımızın sahəsi. 32-dən də 4-ü çıxırıq. Cavabımız yenə də 28 alınır. Baxaq araşdırma müzakirə hissəsinə. Aynur rəngli kağızlardan şəkildəki fiqurları kəsib yapışdırdı. O hansı fiqurları kəsmişdi? Sarı kağızdan bir düzbucaqlı çəkib görürük ki, qırmızı kağızdan da bir üçbucaq çəkib. İxtiyari bir üçbucaq. Alınan fiqurun sahəsini necə tapmaq olar? Əvvəl düzbucaqlının A-nı B-yə, yəni eni uzunluğa vurub düzbucaqlının sahəsini tapırıq. Sonra verilmiş düstura əsasən üçbucaqlının sahəsini tapırıq. Daha sonra da toplayırıq. İndi baxaq birinci çalışmaya. Bizə bir nümunə verilib. Biz birinci 10 nümunənin həllinə baxıb, daha sonra digərlərində 10 uyğun həll eləməliyik. Deməli, bizə bir riyaziyyat dəftərində çəkilmiş bir fiqur göstərilib. Daha sonra müəyyən fiqurlara ayrılıb, ayrı-ayrılıqda sahələri tapılıb və toplanıb. Yəni, bildiyimiz kimi sahəsini tapmalıyıq. Baxaq A-ya. Deməli, biz bu A-nı hansı fiqurlara ayıra bilərik? Görürük ki, baxın, belə də ayıra bilərik. Bu düzbucaqlı, səhv eləmirəmsə, hətta kvadratdır. Bəli, bu kvadrat və bu düzbucaqlıya ayıra bilərik. Amma necə də ayıra bilərik? Belə də ayıra bilərik. Gəlin bu qismi pozaq. Baxın, belə də ayıra bilərik. Nə əldə eləmiş oluruq? 2 ədəd düzbucaqlı. Gəlin hər iki cür hesablayaq. Birinci belə hesablayaq. Deməli, buna deyək birinci düzbucaqlı, buna da deyək ikinci düzbucaqlı. Birinci düzbucaqlını gəlin birinci hesablayaq. S1 bərabərdir. Bilirik ki, eni uzunluğa vuranda sahəni tapırıq. Enimiz nə qədərdir? 2. Uzunluğumuz nə qədərdir? 5. 5-i vururuq 2-yə. Deməli, S1-imizin sahəsi oldu 10. İndi gəlin S2-ni tapaq. Enimiz nədir burada? 3. Uzunluğumuz nədir? 3, 1, 7. 7-ni də vururuq 3-ə, olur 21. S ümumi də bərabər olur 10 üzərinə gəlinsin 21. Bərabərdir 31. Bizim ümumi bu fiqurumuzun, sarı fiqurumuzun ümumi sahəsi oldu 31. Gəlin indi digər üsulla da hesablayaq. Əvvəl necə ayırmışdıq? Baxın, belə ayırmışdıq. Buna deyək birinci fiqurumuz, buna da deyək ikinci fiqurumuz. Buna kvadratlı da düz deyil, hər tərəfi 5-5'dir. Bura 5'dir, burada 5'dir.
S bu ikinci fiqur oldu. S2 bərabərdir 5 vurulsun 5. 25. S1 nədir? Düzbucaqlıqda düz deyil. Eni nədir? 2. Uzunluğu da 3. 2 vurulsun 3. 6 oldu. S ümumini də tapmaq üçün bunları toplayırıq. 25 üzərinə gəlsin 6 bərabərdir 31. Yenə də 31 aldıq cavabı. Keçək B-yə. Biz bu fiquru necə ayıra bilərik? Düzbucaqlı və düzbucaqlı üçbucağa ayıra bilərik. Baxın bu şəkildə. Bu xətti çəkməklə. Gəlin birinci düzbucaqlını hesablayaq. Enimiz olur 2. Uzunluğumuz olur 5. S düzbucaqlı bərabərdir 2 vurulsun 5. Bərabərdir 10. Gəlin indi S üçbucağı hesablayaq. A'mız nədir? 3. B'miz nədir? B'miz də 3'dür. Düsturumuz neydi? 2'də 1 abi. 2'də 1 vurulsun 3 vurulsun 3. 9 bölünsün də 2'ye eləyir 4,5. Ümumi sahəmiz də olur. Onun üzərinə gəlirik 4,5'i. Olur 14,5. B'nin də cavabı olur 14,5. Keçək C'yə. Deməli C'ni necə ayıracağıq? C'də artıq 1 yox 2 xətt çəkməliyik biz. Baxın belə. Bir şaqili və bir üfüqi xətt çəkməliyik. Beləliklə bizim 4 üçbucağımız alınacaq, düzbucaqlı üçbucağımız. Hər biri eynidir. Bir üçbucağın sahəsini tapıb onu 4'ə vurmaqla ümumi sahəmizi tapmış olacağıq. S kiçik üçbucaq bərabərdir. A'mız da 3'dür, B'miz də 3'dür. 2'də 1 vurulsun 3 vurulsun 3. Eləyir 4,5. 4,5. Üçbucağımız da axı eyni üçbucaqlar 4'də nədir? 4,5'i də vururuq 4'ə. Eləyir ümumi sahəmiz 18. Keçək ikinci tapşırığa. Verilmiş fiquru düzbucaqlıya tamamlamaqla sahəsini vahid kvadratlı tapın. Nümunədə yenə də fiquru verilib. Bu səfər amma kəsməyib. Sadəcə düzbucaqlıya tamamlayıb üçbucaq vasitəsilə ayrı-ayrılıqda üçbucaq və düzbucaqın sahələrini tapıb və bir-birindən çıxıb yekunda da cavabımızı alıb. Gəlin biz də digər variantlara bunu tətbiq edək. Belə bir fiqurumuz verilib. Baxanda bilinir ki, biz bunu kvadrata tamamlamalıyıq. Yəni bu xətt vasitəsilə. Tərəflərimiz nədir? 5, 5. Bura 5'dir, burada 5'dir. 5'i 5'ə vururuq. S kvadratımız olur 25. Bu düzbucaqlını da tapıb kvadratdan çıxmaq lazımdır. Düzbucaqlı nədir? Eni 2'dir, uzunluğu da 3'dür. S düzbucaqlı bərabərdir 3 vurulsun 2. 6. S ümumi də nə olur? Bərabərdir 25 çıxılsın 6. Cavabımız olur A variantında 19. Keçək B variantına. Cevabımız oldu 19. Burada da bu düzbucaqlı üçbucağı tamamlayırıq. Bu xətt vasitəsilə. Bu kvadratdır. Bəli, kvadratdır. Birinci bu kvadratın sahəsini tapırıq. Bu kvadratın da tərəfləri 5, 5'dir. S kvadrat bərabərdir 25. İndi gəlin üçbucağı tapaq. Üçbucağın A'sı nədir? 3. B'si nədir? B'si də 3'dür. S üçbucaq da olacaq. 2'də 1 vurulsun. A vurulsun B. Yəni 4,5. S ümumi də olacaq. Kvadratdan üçbucaq çıxmaq lazımdır. 25 çıxılsın 4,5. Bərabərdir 20,5. B variantında da cavabımız olur 20,5. Keçək C variantına. Burada da görürük ki, bizim tamamlamalı olduğumuz indi sadəcə bir fiqur yox, 2 fiqur var. Bunlar nədir? Bir ədəd düzbucaqlı üçbucağı tamamlamalıyıq. Bir ədəd də kvadrata. Bu bizim kiçik kvadratımız olacaq. Bu böyük kvadratımız. Bu da düzbucaqlı üçbucağımız. Gəlin bizim birinci böyük kvadratın sayısını tapaq. Böyük kvadrat bərabərdir. Tərəflərimiz burada da 5, 5'dir. 5 vurulsun 5, 25. Böyük kvadratımızın sayısı olur 25. İndi gəlin kiçik kvadratımızı tapaq. Bərabərdir. Tərəflərimiz burada 2'dir. 2 vurulsun 2. Kiçik kvadratımızın sayısı da olur 4. Düzbucaqlı üçbucağımızın sayısı da S üçbucaq bərabərdir
2-də 1. A-mız nədir? 2. B-miz nədir? 3. 2 vurulsun 3. 2-lər ixtisar gedir, 3 qalır. Üçbucağımızın da sahəsi olur 3. İndi bu boşluqları, yəni düzbucaqlı üçbucaqla kiçik kvadratı toplayıb ümumidən çıxmaq lazımdır. Yəni 4-ün üzərinə 3 gəlirik. 7. 25-dən də 7-ni çıxırıq. Olur 18. 18. Cədəl cavabımız olur 18. Keçək 3-cü tapşırığa. Fiqur sadə fiqurlara ayrılıb. Bu fiqurlara əsasən verilən fiqurun sahəsini tapın. Baxaq A variantına. Bizə 2 ədəd düzbucaqlı üçbucaq və 1 ədəd kvadrat verilib. Biz bunları ayrı-ayrılıqda tapıb daha sonra toplamalıyıq ki, ümumi fiqurun sahəsini alaq. Gəlin birinci bu düzbucaqlı üçbucaqlının sahəsini tapaq. Üçbucaq 1 gəlin yazaq. Bərabərdir 2-də 1. A-mız nədir? 3. B-miz nədir? Baxın, əgər bura 4-dürsə, bura paraleldir axı bu düz xət. Burada 4 olacaq. 2 vurulsun 3, vurulsun 4. 2 ilə 4, 2 ixtisar gedir. Bura olur 6. Bu üçbucaqla bu üçbucaq onsuz da eyni bucaqdır, eyni üçbucaqdır. Burada olur 6. Burada onsuz da kvadratdır da. Kvadratda bilirik ki, tərəf-tərəfə vururuq. Tərəfin kvadratı da yəni. Burada olur 16. S ümumini də tapmaq üçün bərabərdir. 6 üzərinə gəlsin 6, üzərinə gəlsin 16. Bərabərdir 28. Baxaq B variantına. Yenə də 2 ədəd düzbucaqlı üçbucaq, 1 ədəddə, amma bu dəfə yenə də düzbucaqlı var. Bura 8-dir, bura 5. Gəlin birinci bu dəfə düzbucaqlının sahəsini tapaq. Düzbucaqlının sahəsini tapanda nə edirik? A-nı vururuq B-yə. Eni uzunluğa. 5 vurulsun 8 nədir? 40. S düzbucaqlı bərabərdir 40-a. Bura olsun birinci düzbucaqlı üçbucağımız. A-mız nədir? 3. B-miz nədir? 5. S üçbucaq 1 bərabərdir. 2-də 1 vurulsun 3, vurulsun 5. 15 bölü 2-də nədir? 7,5. İndi gəlin ikincini tapaq. Bura 8-dir, bura 4. AB artıq bizə məlumdur. 2-də 1 vurulsun 4, vurulsun 8. 2 ilə 8 ixtisar gedir 2-yə. Burada 4 qalır. Yəni bura olur 16. İndi toplayırıq. S ümumi də nəyə bərabər olur? S ümumi bərabərdir 40 üzərinə gəlinsin 7,5 üzərinə gəlinsin 16. O da eləyir 63,5. B-nin də cavabı olur 63,5. Son olaraq baxaq C-yə. Yenə də bizə 2 düzbucaqlı üçbucaq, bir dənə də düzbucaqlı verib. Gəlin, deməli düzbucaqlının eni nədir? 5. Uzunluğu nədir? Buradır da, düzdür uzunluğu. Burada bizə ayrı-ayrılıqda 11-11 verib. Düzbucaqlı üçbucağın tərəflərini 11-11 ayrılıqda verib. Deməli düzbucaqlının da uzunluğu ümumi olacaq neçə? 22. S düzbucaqlı bərabərdir. 22-ni də 5-ə vururuq. Neçə edir? 110. Bunlar da tərəflərinin bərabər olmağından bilirik ki, 2 eyni üçbucaqdır, düzbucaqlı üçbucaq. Bura 2-dir. Burada 11-11'dir. Gəlin birini hesablayaq. S üçbucaq bərabərdir. 2-də 1 vurulsun 2, vurulsun 11. 2-lər ixtisar gedir, qalır 11. Biri 11'dir, digəri də 11'dir. Cavabımız nə olur? S ümumi bərabərdir 110, üzərinə gəlinsin 2-də 11, 2 vurulsun 11, yəni 22. Ümumi cavabımız deyir 132. Baxaq 4-ə. Fiqur sadə fiqurlara ayrılıb. Əvvəlcə hər sadə fiqurun sahəsini tapmaq üçün lazım olan ölçüləri müəyyən edin. Sonra hər fiqurun sahəsini hesablamaqla verilən fiqurun sahəsini tapın. Nümunədə də deməli, əvvəlcə hər birinin ölçüsünü verib yerinə yazmışıq. Bir-bir sahələrini tapıb hissə-hissə fiqurların. Sonra da toplayıb. Gəlin biz də eləyək. Deməli, A-da deyir, DS nədir? 3. DS nədir? Bura. 3. Əgər bura 3-dürsə, burada 3-dür. Burada yazırıq 3. DY nədir? 9. DY olur 9. Yəni, burada 9-dur. Burada 9-dursa, deməli, SB ilə AH-ın da cəmi 9-dur. BS nədir? 4. BS 4.
Dedim axı bura ilə buranın cəmi 9-dur. BS 4-dürsə əgər AH da olacaq 5. HY də axırda 6-dır. HY hanı? HY 6-dırsa əgər bura 3-dürsə deməli burada 3-dür. Birinci düzbucaqlının hesablayırıq sahəsini. S düzbucaqlı bərabərdir. 3 vurulsun 9, 27. Bu da düzbucaqlıdır. S düzbucaqlı 1, S düzbucaqlı 2 də bərabərdir. 5 vurulsun 3, yəni 15. S ümumi də olur, bərabərdir. 27 üzərinə gəlsin 15. Olur 42. Baxaq B-yə. AB nədir? 3. Bura 3-dür. AD 7-dir. AD 7-dirsə əgər bura ümumi və bura 3-dürsə deməli burada olur 4. BC də 5-dir. BC 5-dir. Əgər bura 5-dirsə deməli burada 5-dir. Və bura 4-dürsə burada 4 olur. Gəlin birinci üçbucağın sayısını tapaq. Üçbucaq bərabərdir. 2-də 1 vurulsun. A-mız 3, B-miz 5-dir. 3 vur 5. Yəni 15 bölünsün 2. O da nə olur? 7,5. Bu düzbucaqlıdır. S düzbucaqlı da bərabərdir. 4 vurulsun 5, yəni 20. Bunu da toplayırıq. Olur 27,5. Baxaq C-yə. AF 6-dır. AF 6-dır. Əgər bura 6-dırsa, paralel olduğu üçün ST də 6 olacaq. Burada 6 yazırıq. FY 3-dür. FY 3-dür. Bura 3 yazırıq. BS 3-dür. Burada 3 yazırıq. AC də 7-dir. AC. Bura əgər 7-dirsə, paralel olduğu üçün burada 7 olur. Burada 7 yazırıq. Bunu biz 2 düzbucaqlı, üçbucaq və 1 ədəd düzbucaqlı formasında hesablayıb toplayacağıq. Baxırıq ki, bu üçbucağın A-sı ilə B-si nədir? A-sı 3, B-si 7. Bu üçbucağın da A-sı 3, B-si 7-dir. Yəni bir üçbucağın sayısını tapıb vururuq 2-yə. S üçbucaq bərabərdir. 2-də 1 vur, 3 vur 7. Bərabərdir. 21 böl 2, o da olur 10,5. 2 dənədir deyək. S2 üçbucaq bərabərdir. 10,5-i 2-yə vururuq. Neçə eləyir? 21. S düzbucaqlı da 6 vurulsun 7, yəni 42 olur. S ümumi də olur 42 üzərinə gəlsin 21, yəni 63. 63. Baxaq 5-ə. Verilmiş fiqurun sayəsini əlverişli üsulla tapın. Yenə də fiqurlara bölüb tapırıq. Bunu düzbucaqlı, üçbucaq və düzbucaqlıya bölürük bu formada. Düzbucaq olan tərəf buradır. Əgər bura 5-dirsə, burada ümumi 8-dirsə, bura 5-dirsə, burada 5 yazırıq. Bura ümumi 8 olduğu üçün burada 3 qalır da, düzdür. Burada 3 yazırıq. Bura 6-dırsa, ona paralel çəkdiyim bu düz xətt 6 olaraq, ona görə burada 6 yazırıq. Bütün tərəfləri tapdıq. İndi gəlin üçbucağın sayəsini hesablayaq. S üçbucaq bərabərdir. 2-də 1. A-mız nədir? 3, B-miz nədir? 6. Vur 3, vur 6. 2 ilə 6 ixtisara gedir. Burada 1 qalır, burada 3 qalır. 3 vur 3-də 9 olur. Üçbucağın sayısı oldu 9. İndi gəlin düzbucaqlıya baxaq. S düzbucaqlı da nədir? A-sı nədir? 5. B-si nədir? 6. Yəni 30. Ümumini də tapmaq üçün 30 üzərinə gəlsin 9. Olur 39. Baxaq B-yə. Bunu da həmçinin üçbucaq və düzbucaqlıya ayırırıq. Bu formada düzbucaq olan hissə buradır. Düzbucaqlımızın birinci sayısını tapaq. S düzbucaqlı bərabərdir. Uzunluğu 20-dir. 20 vurulsun. Eni də 8-dir. 160. S üçbucağımız da 2-də 1 bərabərdir. 2-də 1 vurulsun. A-mızı necə tapırıq? Bura 20-dir axı. Bura paralel olduğu üçün burada 20-dir. Burada düzbucaqlının uzunluğu da axı. Amma bizə buranı 16 verilib. Bura 16-dırsa, amma mən bilirəm ki, bura ümumilikdə 20-dir. Deməli, bura 4 qalır. Bura yazırıq 4. 4-ün üzərinə 16 gələndə 20 eləyir. Yəni, bura ilə bərabər olur da. Doğruluğu ödənir. En olaraq da bura 8-dir. Buna paralel olan bu düz xəttdə 14-dür. Amma biz bilirik ki, bura düzbucaqlının enidir axı, burada düzbucaqlının enidir. Yəni, burada 8-dir. Bura kimi.
Amma buradan ümumi şəkildə 14-dürsə, 14-dən 8 çıxırıq, burada 6 qalır. Yəni biz düzbucaqlı üçbucağın A-sı ilə B-sini tapdıq. 4 və 6. 2-də 1 vurulsun 4, vurulsun 6 olur. 2 ilə də 4 ixtisar gedir 2-yə. Burada 2 qalır. Bərabərdir 12. Ümumini də toplayırıq tapmaq üçün. 160-ın da üzərinə 12 gəlirik. Eləyir cavab 172. C-də özü bölüb bizim üçün 2 ədəd üçbucaq və 1 ədəd düzbucaqlı. Deməli, düzbucaqlımızın uzunluğu məlumdur bizə. 20. Gəlin enini tapaq. Deməli, bu və bu xətlər həm paralel, həm də bərabərdir. Buranı ümumilikdə bizə 8 verib. Deməli, burada ümumilikdə bizdə 8-dir. Amma üçbucaq sadəcə üçbucağa qədər olan hissəni 4 verib. Və bura qədər də ümumi 8-dirsə, deməli 8-dən 4 çıxırıq və eni də 4 tapırıq. Burada 4-dür, burada 4-dür. Deməli. Artıq S düzbucaqlını tapa bilərik. 20 vurulsun. Neçə? Eni də 4 tapdıq. 4. 80. Digər S üçbucaqlını tapaq. Burada bizə 4 verilmişdi də onsuz. Burada da 4 verilmişdi. A'mız B'miz hazır verilib. 2-də 1 vur 4 vur 4. 2 ilə 4 ixtisar gedir. Burada 1 qalır, burada 2 qalır. 2-ni də vururuq 4-də 8 eləyir. Amma bizdə burada bir üçbucağın sahəsini tapdıq biz 8 olaraq. 2-yə vururuq. Burada 8 olur. Yəni üçbucaq cəmi 16 santimetr kvadrat olur sahəsi. Üstünə düzbucaqlını da gəlirik. Yəni 80 üzərinə 16-nı gəlirik. Ümumi cavabımız da olur 96. Şəkildə həyətin plitə döşənəcək sahəsinin planı verilmişdir. Bu ərazinin sahəsi nə qədərdir? Deməli, həyətimizin sahəsi belə qəribə bir fiqurdur. Bunu əslində bizim üçün fiqurlara ayırıb. Deməli, bu hissəni bizim üçün düzbucaqlı üçbucağa ayırıb. Buranı 8 verib, buranı 6 verib. Yəni AB-mizi verib. Yəni elə hazır verilmişkən birinci S üçbucağının sahəsini tapaq. 2-də 1 vur 8 vur 6. 2 ilə 8 ixtisar geçsin, burada qalsın 4. S üçbucaqlının sahəsi olsun 24. Buraya yazırıq 24. İndi bizdə belə bir fiqur qaldı. Onu necə ayıra bilərik? Bu formada da ayıra bilərik, bu formada da ayıra bilərik. Mən belə ayırmaq istəyirəm. Yox, yox, belə ayıra bilmərik. Belə ayırsaq hesablaya bilməyəcəyik. Çünki belə ayırsam, mən buranı tapa bilmərəm. Buranı tapa bilərəm, 12 verilib. Amma buranı tapa bilmərəm. Ona görə gəlin elə digər üsulla ayıraq. Belə. Bura 12-dirsə, burada bura ilə paralel axı görürük. Bura 6-dırsa deməli, burada 6 olacaq. Buranı 12 onsuz da verilib. Biz artıq bu düzbucaqlının eni ilə uzunluğunu bilirik. Amma gəlin bu fiqura da baxaq. Bura 12 verilibsə, bura 6 verilibsə, deməli bu hissəyə nə qalır? Yenə də 6 qalır da, düzdür? Çünki paralel olan xətlər bərabərdir. Bura 6-dır. Ümumi 12-dirsə, burada 6 qalır. Deməli, burada 12-dir. Burada 6 verilib. 12-dən də 6-nı çıxırıq buranı tapmaq üçün. Bura nə qalır? 6 qalır da, düzdür? Bura paralel olduğu üçün burada 6 olur. Yəni, burada 6 yazırıq. Gəlin S1-ci böyük düzbucaqlını hesablayaq. S böyük düzbucaqlı. Bərabərdir. A-sı nədir? B, B-si nədir? 12. 6 vur 12 bərabərdir 72. S kiçik üçbucaqlı. Düzbucaqlı da doğrusu. Yox, bu düzbucaqlı deyil, bu kvadrat imiş. 6-6 tapdıq. Tərəfləri o nəzərimdən qaçıb. S kvadrat da bərabər olur 6 vur 6 36. Hər birində gəlin toplayaq. 24 üzərinə gəlsin 36. Üzərinə gəlsin də 72. Buraya eləyir 60. 60-ın üstünə 72 olur 132. Ümumi sahəni tapdıq. 7-də deyir ki, usta evin arxa divarını rəngləmək istəyir. 2 kvadrat metr sahəyə 1,2 litr boya sərf olunur. Bu sahəni rəngləmək üçün 1,5 litrlik neçə banka boya lazımdır? Biz bunu hesablamaq üçün əlbəttə ki, birinci ümumi sahəni tapmalıyıq. Bizim üçün yenə də fiqurlara ayırıb 2 dənə düzbucaqlı üçbucaq, bir dənə də düzbucaqlı.
Gəlin birinci düzbucaqlını hesablayaq. Hər üçbucağın tərəfini buranı 4 verib, buranı da 4 verib. Biz bilirik axı paraleldir deyə bu düz xəttlə bu düz xətt bərabərdir. 4-ün üstünə 4 gəlirik. Buranı tapırıq 8. Gəlin S düzbucaqlını tapaq. 3 vurulsun 8. Bərabərdir 24. Deməli, iki üçbucağımızın bir tərəfi ortaqdır da, hər birinin A-sı 1,5-dir. Elə B-ləri də bərabərdir, B-ləri də 4-dür. Ona görə bir dənə üçbucaq tapırıq, daha sonra 2-yə vuracağıq. S üçbucaq bərabərdir. 2-də 1. A-sı nədir? 4. B-si nədir? 1,5. 2 ilə 4 ixtisar gedir. Burada 2 qalır. 2-ni də vururuq 1,5 olur 3. Amma bizə 2 üçbucaq lazım olduğu üçün bunu 3-ü vururuq 2-yə 6. Bu iki üçbucağımızın ümumilikdə bu ixtiyari üçbucağın sayısı olur 6. Buranı 24 tapmışdıq. 24 ilə də 6-nı toplayanda cavabımız olur 30. Son olaraq baxaq 8-ə. Deyir ki, anar dəftərdə yanaşı 2 kvadrat və onların daxilində şəkildəki kimi sarı üçbucaq çəkdi. Sarı fiqurun sahəsini tapın. Gəlin biz bu fiqura belə yanaşaq. 2 ədəd yanaşı qoyulmuş kvadratı yox. Gəlin biz bu kvadratı da belə tamamlayaq. Bura 10-da axı, burada 30-dur. Bura ümumi 40 olur da, düzdür. Bu kvadratın hündürlüyü də 30-da axı. Çünki kvadratda axı hər tərəfi bərabərdir. Burada 30 olsun. Olsun deyəndə 30 olur da, yəni. Bura 10-da axı. Kvadrat olduğuna görə burada 10 olacaq. Bilirik ki, burada 20-dir. Yəni bizə ümumi düzbucaq verir də buranı tamamlayanda, düzdür. Eni 30, uzunluğu 40 olan bir düzbucaq. Gəlin biz bu düzbucağı kənarda yenidən çəkək. Bura 30-dur, burada 40-dır. Və bizə verilmiş sarı üçbucağında bu çəkilmiş xətt axı bu düzbucağın düz ortasından gedir. Yəni qarşı-qarşıya dayanmış təpə nöqtələrini birləşdirir. Yəni iki bərabər düzbucaqlı üçbucağı ayırır da, düzdür. Biz bu üçbucağın sahəsini tapmaq üçün dedik axı iki bərabər düzbucaqlı üçbucağı ayırır. Biz buranı da 30 bilirik, buranı da 40 bilirik. Yəni bu düzbucaqlı üçbucağın sahəsini tapa bilirik rahatlıqla. Buranı 30 bilirik, buranı da 30 bilirik. Yəni bu üçbucağın da A-sı ilə B-sini bildiyimiz üçün bunun da sahəsini rahatlıqla tapa bilirik. Ümumi 4 düzbucaqlının A-sı və B-sini də bildiyimiz üçün ümumi düzbucaqlının sahəsini də rahatlıqla tapa bilirik. Yəni bu iki sahəni tapırıq, toplayırıq və ümumidən çıxırıq. Gəlin bir də deyim. Baxın, biz bunu belə tamamlayırıq da, düz deyil. Bura 40 oldu. Bura da 40'dır. 40'dır. Bu kvadratda axı bura 10'dursa burada 10'dur. Bu kvadratda axı bura 30'dursa burada 30'dur. Olur 30. Bura 30'dursa deməli burada ümumi 30'dur. Burada olur 30. Burada bizə 2 dənə düzbucaqlı üçbucaq verir. Biri bu. Baxın bu. A-sı nədir? 30. B-si nədir? 30. Biz bunun sayısını tapa bilirik də, düzdür. Bir dənə də bu düzbucaqlı üçbucaq. A-sı nədir? Bax bura. 30. B-si nədir? Baxın bura. 40. Sayısını tapa bilirik də, düzdür. A-sının B-sini bilirik. Ümumi düzbucaqlının bəs sayısını tapa bilirik. A-sı nədir? 30. B-si nədir? 40. Yəni eni 30'dur, uzunluğu 40'dır da, düzdür. Bir-birinə vurub sayəsini tapa bilirik. Bizdə düzbucaqlıda geriyə nə qalır? Bu sarı hissə qalır da, düzdür. Yəni ümumi düzbucaqlıdan bu iki üçbucağın sayəsinin cəmini çıxırıq. Gəlin eləyək. Gəlin birinci bu üçbucağın sayəsini tapaq. Böyük üçbucağın. Böyük üçbucaq bərabərdir. 2-də 1 vurulsun. A-sı nə idi? 30. B-si nə idi? 40. Vur 40. 2 40-la ixtisar gedir, qalır 20.
20-ni də vururuq 30-a, olur 600. Bu üçbucağın sayısı oldu 600. Kiçik üçbucaq tapaq. S kiçik üçbucaq bərabərdir. 2-də 1 vurulsun. A-sı nədir? 30. B-si nədir? B-si də 30-dur. 2-də 1 vurulsun. 30 vurulsun. 30. Nədir? 15. 2 ixtisar gedir 30. Burada 15 qalır. 15 vur 30. Yəni 450 olur cavab. Kiçik üçbucağımızın da sayısı oldu 450. İndi gəlin ümumi düzbucaqlının sayısını tapaq. S düzbucaqlı bərabərdir. Yəni bu düzbucaqlıdan söhbət gedir. Eni 30, uzunluğu 40 olan ümumi düzbucaqlıdan. 30 vurulsun 40 bərabərdir 1200 oldu bu da. S sarı üçbucaq. Və hesablayırıq yekunda. Nə dedik? Ümumidən, yəni 1200-dən 1200 çıxılsın. Nəyi çıxırdıq? Böyük düzbucaqlı üçbucaqla kiçik düzbucaqlı üçbucağın cəmini çıxırıq. Yəni 600 üzərinə gəlsin 450-ni çıxırıq. 600-ün üzərinə 450 gələndə neçə edir? 1050. 1200-dən də 1050 çıxanda olur 150. Yekunda da alırıq ki, sarı üçbucağımızın cavabı sayısı olur 150. Bugünlük bu qədər idi. İzahına istədiyiniz başqa dərslik toplu varsa rəydə bildirə bilərsiniz. Hələlik sağ olun.